Və qaldığımız yerdən davam edirik. İndi Salih topu meydana daxil edəcək. Altdan bir ötürmə. Yoy yoy. Az qalsın anlaşılmazlıq. Qolla nəticələnə bilərdi. Nicat yaxşı ötürmə və müdafiə topu kəsir. Həmiddən ötürmə. Xalid. Həmid zərbə. Oy. Allah. Şahin topu meydana daxil etdi. Müdafiəçi Fuad. Göl ötürmə, tək toxunuş Salihdən. Salih nələr edəcək? Yaxşı gəldi. Məzahir, Əlişqa tələsir orada biraz. Komanda yoldaşlarından etirazlar var. Abayev nələr edəcək? İndi baxaq. Salihdən bir ötürmə keçdi. Qapıya zərbə, qapçı. Oy. Bir zərbə daha və out. İndi Mədətov nələr edir? Qapı ötürmə. Oy. Təhlükəsiz bir zərbə. Bir ötürmə. Oy. Klas bir uzaqlaşdırma. Asif yaxın oynadı. Həmiddən ötürmə. Şahinin düz qucağına gedir. Yaxını ilə oynuyor. Biraz tempo aşağı salmaq lazımdır. Bu dəqiqələrdə. Çünki İkinci hissə də var oyunda. Əlişqa Fuadla yaxşı paslaşa bilmir. Xaliddən ötürmə. Oy. Həmid topu gördüyü anda qapıya zərbə endirir. Salih. Uz ayaqları arasından itirdi topu öndü Həmid. Həmid topladı, qarşısı boşdu. Qapıya zərbə endirmək olar. Fuad gəldi və out. Həmkarım Tofiq, sən nə düşünürsən bu arada? Mənim fikrimcə də oyunda çox önəmli məqamlar oldu. Bu tempdə oyunun davam etməsi hər iki komandanı təbii ki yoracaq. Lakin bu futboldur, burada hər şey gözləmək lazımdır. Maraqlı oyun gedir. Xüsusilə də gənc ulduzların parlayacağı bir oyun deyərdim mən buna. İzləyə görə nə olacaq? Təşəkkürlər Tofiq. İndi isə şərhə davam edək. Fuad pas opsiyonları axtarır. Mədətov tək toxunuş. Salih. Oy. Yaş öz sözünü deyir. Xalid. Oy. Sağ ayağına düşdü. Bir də ötürmə. Gəlsəydi orada. Oy. Nicat. Allah. Vah. Ara vurur topu. Şahin top meydana daxil etdi. Mədətov artıq pres var. Nələr edəcək? Qarşısında da 3 oyuncu var. Həmid başla topu uzaqlaşdırdı və out. Bəli, tempo aşağı salmaq lazımdır. Bunu da çox doğru şəkildə edirlər, baxmayaraq ki hesab 2-2-dir. Fuad topladı. Nələr edəcək? Bir ötürmə. Kim var orada? Nicat çatdı topa. Darə etdi topu. Ram edə bilmədi. Fuad qapıya zərbə endirəcək. Gecikdi. Geriyə təbii ki. Gecikdi orada. İndi Mədətov. Bir ayaq arası ötürmə. Əli Babayevdən yaxşı ötürmə idi bu. Salih gözləmirdi belə bir ötürmə təbii ki. Həmid mərkəzdə oynadı. Xaliddən bir ötürmə daha. Xalid. Oy. Qaçan balıq böyük olur deyirlər. Bu qolu axtarı bilərlər bir müddət sonra. Salih kontrada yaşıl komanda. Bir ötürmə daha. Asif yaxşı blok qoydu burada. Asif döndü Həmidə. Önü boşdu Həmidin. Qapıya zərbə endirəcək. Pas verdi Xaliddən ötürmə. Həmid və gol. Bəli. Hücumda bir səhv və bunun cəzası ağır olur. 3-2. Mərkəzdən topu dərhal oyuna daxil etdilər və
Oyun davam edir, bəli. Tempo dayanmır ki, dayanmır. Sanki Çempionlar Liqasının final mərhələsini izləyirik. Babayev qarşısında rəqib oyuncular var. Saleh klassını danışdıra bilər burada. Saleh. Oy. Saleh dirək. Oy. Mədətov. Qarşısında Xalid var. Mədətov bir ötürmə. Saleh. Babayev top bitirdi. Fuad birbaşa qapıya. Out. Mədətov top meydana daxil etdi Saleh. Salehdən klas hərəkətlər. Top meydana daxil etdi. Oy. Fuaddan bir səhv. Az qalsın. Möcüzələr baş verəcəkdi. Saleh riskə getmir. Fuad bu hərəkətlər zamanı çox vaxt geriyə ötürmə verir. İndi də gördük, lakin ötürmədə bir səhv və top çıxdı mı? Bəli. Out. Out. Qırmızı komanda yerinə yetirdi Nicat. Nicatdan bir ötürmə gəldi mi? Gəlmədi. Xaliddən geriyə Məzahir. Həmidlə oynadı. Həmid nə edəcək? Zəif bir zərbə oldu. Fuad üçün blok etmək elə də çətin deyil. Həmid nələr edəcək? Qapı qarşısına ötürmə Şahin çıxdı və topu idarə etdi indi. Asif vaxtında gəldi, amma irəliyə bir ötürmə etsələr Mədətov boşdadır. Babayev. Heç nə yoxdur burada. Həmid topladı. Kim var orada? Oy. Nicat gəldi zərbə. Out. Nicatdan bir ötürmə Həmid istiqamətində. Həmid birbaşa qapıya zərbə və top meydanı tərk edir. Out. Xalid. Asif var yanında. Xalid özü oynadı. Nicat. Bir out daha. Nicat. Korner yerinə yetirdi. Nicatdan ötürmə Şahin yaxşı çıxdı. İndi kontrolda nələr gözləyə bilər qırmızı komandanın. Ay. Çatmır Mədətov burada. Nələr baş verir? 50 oyun var burada. Saleh. Klas hərəkətlər izləyirik bugün ondan. Fuad. Ali Babayev qarşısı boşdur. Bir ötürmə Saleh. Oy. Yoxdur. Burada top xətti keçməyib deyir hakim. Həmiddən yaxşı ötürmə. Xalid nələr edə bilər burada? Xalid topu ram etməyi bacarmır. Lewandowski'dən Xalidə nələr etməz. 35 yaşında Lewandowski öz profesional futbol karyerasında Barcelona'da artıq ayrılacağını bəyan etmişdi. Xalid tək toxunuş yaxşı alınmır. Babayev. Gözəl hərəkətlər izləyirik bugün, amma nəticə yoxdur, yaxşı çəkdi. Oy. Abayev. Mədətovla danışıqlar, nələr baş verəcək bir ötürmə. Mədətov nələr edir, yaxşı ötürmə, heç kim yoxdur içərdə. Oy. Korner mi qolma? Bura kursdan tam da dəqiq görsənməsə də korner deyir hakim. Bir ötürmə. Müdafiəçi qapıya zərbə Xalid. İntriqa yaradacaq səviyyədə bir qurtarış edir. Geriyə bir daha ötürmə. İçəriyə. Oy. Ehtiyatlı olmaq lazımdır. Xalid komandasını irəli qovur. Xalid yaxşı ötürmə Nicat birbaşa qapıya yaxın küncü yoxladı Şahini. Şahindən ötürmə Saleh blok deyir. Oy.
Və top meydanı tərk edir. Həmin birbaşa qapıya. Gol! Müdafiədən belə bir səhv. Qapçı da gözləmirdi məncə. Bir rikoşet də ola bilər. İndi təkrarı izləyəcəyik. Fuad. Pasla oynuyor. Mədətov. Top özündə saxladı. İtirmə yaxşı deyil. Mədətov. Xalidlə mübarizədə top meydanı tərk edir. Xalid. Yaxın mı oynayacaq, nələr mi edəcək? Tərkəli bir ötürmə. Məzahirdən möhtəşəm bir zərbə. Yoxsa pas mı deyək buna? Nicat. Bacarmır orada Şahinlə. Qapıdan zərbə. Salih topladı. Salih irəliləyir. Bir rəqibini keçdi. Salihdən möhtəşəm ötürmə. Və. Salih çatdı topa. Çatdı Salih. Ay. Fuad başını qaldırdı. Məzahir top çıxartdı. İndi Nicat nələr edəcək? Nicatdan ötürmə. Həmid çatacaq mı topa? Həmid çatdı topa. Həmid sürətli dribling edir. Həmiddən geriyə Xalid zərbə indirə bilərmi? Xalid Nicatla oynuyor. Nicat içəriyə bir ötürmə. Amma sonuncu toxunuş qüvvətsiz alınır. Geriyə bir ötürmə. Fuad təhlükəli yerdədirlər, amma çıxsalar buradan kontrada rəqib üçün təhlükəli olacaq. Salih topla ilərləyir. Salihdən ötürmə. Babayev. Onun ötürməsi. Mədətov. Yaxşı paslaşdılar. Deyəcəkdim ki, sondakı nəticə elə dövrəyə açan olmadı. İndi Xalid bir kontra daha mı izləyəcək? Mədətov top saxladı. Yaxşı ötürmə Babayevə. Babayev. Top qapıdan çölə gedir. Həmin istiqamətində ötürmə. Həmid qapıya zərbə indirir, alınmır. Şahin topladı. Bugün güvən verirmi qapısında? Sol altındadır. Mədətovdan bir ara ötürməsi. Alınmır. Babayev elə də sürətli oyuncu deyil. Hava toplarında boyuna görə qüvvətli olsa da sürət baxımından rəqiblərin gerisində qalır. İndi Həmid dribling halındadır. Nicatdan bir aşırtma ötürməsi. Şahin qapıda səhv yol vermir. Fuad etmək olmaz bunları. Rəqibin az öncə yaşadığını yaşamaq istəmirsə Babayevdən incə bir toxunuş. Salih Asif kəsdi pası. Həmid çatdı topa. Yaxşı çəkdi. Nicatın qarşısında qaldı. Nicat Fuad əzimkarlıqla topu irəliyə vurur, uzaqlaşdırır topu təhlükəli zonadan. Nicat qapını fikirləşmək olar. Nicat, Salih sona qədər mübarizə aparır. Top dərhal meydana daxil edildi. Birbaşa qapıya və qapıdan zərbə yerinə yetiriləcək. Babayev topla oynadı. Top istəyən komanda yoldaşları var. Elmir geriyə döndü üzünü. Salihi gördü. Geriyə bir daha pas. Tempo aşağı salmaq uğrunda paslaşmalar. Salih təkrar ələyir. Salih önü boşaldı. Salihdən bir ötürmə. Həmid topun qarşısını kəsir. Salih Babayev top ram edə bilir. Yaxşı ötürmə Fuad orada. Qapçı uğurlu
və inamlı şəkildə çıxış edir. Həmid, yaxşı ötürmə, Nicat, nə edirsən sən? Salih topu meydana daxil etdi. Asif var burada. Asif topu göyə qaldırdı. Mədətov, top alta gedir. Qapının ötürmə, Xalid fərqlənə bilərdi burada. Qollarının sayını bir qol daha, bir top daha artıra bilərdi. Lakin alınmır. Qeyri-dəqiq zərbə indi Mədətov geriyə dönür. Top özündə saxlayır. Şötürmə, amma Asif var müdafiədə. Başla geriyə zərbə. Uğursuz alınır. Şahin Salihlə oynuyor. Salih rəqib müdafiəyə meyllənir. Mədətov mərkəzlə oynadı. Salih gördü komanda yoldaşını. Babayev nələr edəcək? Bir ötürmə daha. Fuad. Göründü mü? Görünmədi. Hakimin qərarı oynayın deyir. Həmid Xalidlə oynuyor. Aradan ötürmə keçə bilərdi Fuad. Bir ötürmə daha yaxşı alındı. Şahin topu ram etməyə bacardı. Salih topladı. Salih bitirmir topu və qərar korner. Mədətov nə edəcək? Yerlə ötürmə, arxa dirəkdə biri olsa, rəqib üçün çox təhlükəli ola bilərdi. Yaxın oynadı. Salih top bitirə bilərmi? İtirmədi. Pas mı verəcək? Nə edəcək Salih? Nicat qollarını geriyə çəkərək pressing uyguluyor. Yaxşı ötürmə keçmədi. Və burada da canlı yayımın sonuna gəlirik. Zərətqamız bitdiyinə görə sağ olun, salamat qalın. Gələn görüşlərə dək.